Salam əziz izləyicilərimiz, bir daha xoş gördük sizləri. Biz bu günlərim Ağdam rayon Xındırsan kəndində Təpə məhəllə deyilən bir kənddəyik. Yəni sizi keçəcəyik bu günlərim ilə bir evlə tanış edəcəyik ki, özünüz də baxanda istər-istəməz bu havasından elə tutasınız ki, hara-haradır da bu evin vəziyyəti nə yerdədir, necədir. İndi keçək hal-hazırda vaxt itirməyə, keçək evimizin içi ilə, həyəti ilə sizi tanış edəcəyik. Gəl qardaşım. Gəl qardaşım. Birinci həyətə daxil olanda burada bir dənə üzrüstə həyət yolu, qurşaq var. Bununla sizi tanış edəcəyik. Sonra burada bu göyərçinlər üçün, quşlar üçün keçə biləcəkli bir yer var. Sonra qapının özünə baxın, özünüzdə istər-istəməz bir rahatçılıq yaranacaq. İstər-istəməz almayan adam da belə almaq istəyəcək. Nəzərinizə bir şey də çatdıracam ki, bu məhəllənin opşi, həyət sotu 20 sotdur. 20 sot həyət yerində bu cür mənzil var. Mənzilin içində sonra sizi tanış edəcəyik. Hal-hazırda keçək məhəllənin həyətinə. Və əziz izləyicilərimiz, bu günlərin bu evin xaricində hələ bir dənə də qonaq otağı, əlavə qonaq otağı da var burada. Burada da yaşayış var, yəni demək olar ki, yaşamaq olar burada. Yəni bu da adi bir dənə evdir, yəni içəri daxil olmaq istəmirəm, yəni alan özü gələndə öz maraqlanacaq. Bir də burada yəni su pastanla axar vəziyyətdədir, bir də burada əlavə əl evi var. İstəsəniz burada da nə cürə desə istifadə eləmək olar. Keçək evimizin həyətinə. Və əziz dostlar, sanki elə bir cənnətə giririk. Bu cür yaşıllığın, bu cür çəmənliyin içində istirahət eləmək üçün hər cür şərait var demək olar ki. Bu bağ, bağça, hər şey öz qaydasında, öz yerindədir, bəli. Və həyətimiz yenə deyirəm 20 sotdan ibarətdir, əziz izləyicilərimiz. Sizə bir dənə də burada heyvan saxlamaq üçün, yəni belə bir ictimai quşaq var, yəni istəsəniz heyvanınızda nə bilim saxlaya bilərsiniz. Sonra əlavə burada bir dənə də əl-evi, ədəbə daxil əl-evi var. Gəlin ondan sizi tanış edəcəyik. Və əziz dostlar, əlavə əl-evidir. İndi burada nə cür istəsəniz, yəni toyuq, cücə, nəsə belə saxlamaq üçün yerdir. Və həyətimizin baş tərəfinə keçək, oraya sizi tanış edəcəyik hal-hazırda. Həyətimizin baş tərəfi qutaracağı düz, hardasa indən belə də geçərsə bir 30-40 metr qarşıda bitir həyətin başı. Və burada zibil quyusu var. Və həyət öz görkəminə sizi valih edir. Və əziz izləyicilərimiz, keçək hal-hazırda mənzilimizin içi ilə tanış olaq. Daxil olaq mənzilimizə görə mənzilimizin üçün nə gözəl vəziyyətlədir, özünüzə görəcəksiniz.